Hamıya salam dostlar. Yenə də imtahanlar və yenə də belə deyək də problemlər. Ümumiyyətlə bu məsələ buraxılış imtahanından getmir. Ümumiyyətlə götürsək ölkədə istər buraxılış imtahanı olsun, belə deyək də məktəb səviyyəsində. Yoxsa olimpiyada olsun, yoxsa nə bilim beynəlxalq olimpiyada olsun hətta. Problemlər bu əl çəkmir də bizdə yəni. Bilmirəm qəsdən eləyirlər. Ya yox. Çünki bu qədər belə deyək də çağırışlar olur, amma buna bir belə deyək də səhvlərini ört-basdır eləmək kimi qəbul edirəm. Çünki cavab verən yoxdur. Məsələn, belə bir sual buraxılış imtahanında bugün 26-sı apreldə düşüb. Bilmirəm hansı variant, C variantı olmalıdır kitabça. 67-ci sual. İlk 100 natural ədədin neçəsi nə 2-yə, nə də 5-ə bölünmür? Azərbaycan dili müəllimləri yəqin ki, mənlə razılaşar. Mən belə bilirəm. Bəlkə də səhv bilirəm, düzəldərlər. Daha yaxşı. Əgər bir cümlədə inkar varsa, nə də inkardır da, cümlənin sonundakı söz inkarda olmamalıdır. Mən belə bilirəm Azərbaycan dilindən. Burada bölünmür yox, bölünür olmalıdır. Bəzi kitablarda, yəni hətta səhv eləmirəmsə Namazovda görmüşəm, səhv eləmirəmsə. Nə 2-yə, nə də 5-ə bölünür olmalıdır. Bu bölünmür yazıb. Deyək ki, lap bölünmür olsun. Lap deyək ki, bölünmür olsun. Amma böyük bir biabırçı səhv. Nə 2-yə, nə də 5-ə bölünmür yox, tam bölünmür. Və yaxud da tam bölünür daha doğrusu. Bölünmür yox, bölünür olmalıdır orada. O heç. Ümumiyyətlə tam söz olmalıdır burada. 2-yə 5-ə deyir. Bölünür, bölünmür bu olmasın, fərqi yoxdur. Tam söz olmalıdır bu sualda. Bu belə bir biabırçı səhv. Sonra belə bir, yəni bunu da mən səhv qəbul edirəm. Səhv qəbul edirəm deyəndə elə səhv olacaq bu sual. Niyə səhv olacaq? Çünki cümlə burada da elə bir ki, bunlar cümlənin sualın daha doğrusu şərtlərini elə bir yeyirlər bunlar, neyirlər. İki daxili bucağın cəmi 149 dərəcə olan 3 bucağın. Burada nə başa düşdük? Yəni bir dənə 3 bucağımız var. 2 daxili bucağın cəmi 149-dur. Digər bir daxili bucağı da bilmirik. 3 bucağın 3-cü bucağını tapın. Yenə o daxili sözünü burada nə bir şey yeyiblər. Günortaya düşüb, hasana düşüb, bilmirəm, şam yeməyinə düşüb. 3-cü daxili bucağını tapın olsaydı daha dəqiq olardı da. Çünki 3 bucağın 3-cü bucağını tapın deyirsə, özümüzdən burada fokus göstərib əvvəldəki daxili sözünə görə 3-cü bucağı da daxili götürə bilməliyik biz məncə. Yəni məncə cümlə daha dəqiq ola bilərdi. Sonra növbəti isə belə bir mənə mənasız gələndir. Demirəm səhvdir. Yəni baxın, məni qınayacaqsınız. Demirəm səhvdir bu sualda, amma mənə mənasız gələn nədir burada? Bir sözdür. O söz də nöqtə sözüdür. Bilmirəm uşaqları çaşdırmaqdan ötürü bu nöqtələri yığıblar bura, yoxsa yox. Biz görmüşük ki, məsəl üçün dairəvi bir yolda hərəkət edən hər hansı bir velosiped olsun, maşın olsun və yaxud da nəsə bir olsun da hərəkət edən nəsə bir vasitə olsun. Bu həmin hərəkət eləyəni nöqtə götürüb. Nöqtə də sən demə hərəkət eləyirmiş. Həmin o hərəkət eləyən nəsə cismə nöqtə deyib bu. Mən məsəl üçün nöqtə sözünü sırf burada nöqtə sözündən çox istifadə eləməsinin məncə əleyhinəyəm, məncə məndən razılaşanlar da olar. Yəni ki, deyir ki, eyni zamanda 2 nöqtə hərəkətə başlayır. Yəni nöqtə sözü burada mənə mənasız gəldi. Yəni hələlik bu 3 dənə suala belə deyək də qıcıqlandırdı. Digər suallarda da əgər səhv olsa, siz də rəy bölməsində bildirərsiniz.